Deyirik ki, hidrogen. Hidrogenimiz deyirik ki, kimyəvi elementlərin dövrü cədvəlinin ilk elementidir. İlk elementi olduğuna görə onun elektron quruluşu 1s1 yazılır. Bu deməkdir ki, onun nüvəsində müsbət bir protonumuz var və mənfi bir, yəni bir dənə elektronumuz var. Ona görə deyirik ki, nüvəsinin yükü müsbət 1-dir. Ətrafında da bir dənə elektron var, mənfi 1 deyə bir-birini tamamlayır, elektroneytral hissəcik olur. Bir protonu, bir elektronu var. Hidrogenin bildiyimiz kimi əvvəlki dərslərimizdən 3 dənə izotopu var. Hidrogenin 1,1 izotopu, hidrogenin 1,2 və 1,3 izotopu. Bu nədir? Biz bilirik ki, izotop proton sayları eyni olan element növüdür. 1,1 izotopunda bu deməkdir ki, hidrogenin neytronu 0-dır. 1,1 izotopunda. 1,2 izotopunda isə neytron sayımız 1 dənədir. 2-dən biri çıxıran 1 dənədir. Neytron. 1,3 izotopunda isə 3-dən biri çıxıran 2 dənə neytrondur. Deməli, proton sayları eynidir, neytronları və atom kütlələri fərqlidir. Bu cür maddələrə izotop deyirik. 1,1 izotopunun adı protium, 1,2 izotopunun adı deuterium, 1,3 izotopunun adı isə tritiumdur. Bunları biz əzbərə bilməliyik. Daha sonra gəlirik. Deyirik ki, bu izotoplardan əslində təbiətdə hər üçünə rast gəlinir. Amma biz 1,1 izotopunun bütün hesablamalarda demək olar ki, istifadə edirik. Əgər hər hansı bir maddənin tərkibində 1,2 izotopu olarsa da xüsusi qeyd olunur ki, 1,2 izotopudur. Deməli, mənə kimsə dayanmadan yazır, amma bilmirəm kimdir. Fərəddədir. Fərəd kim yazır? Bir dəqiqə uşaqlar, baxım görüm mənə kim yazır. Deməli, burada dedik ki, protium, deuterium və tritium rast gəlinir. Təbiətdə hər üçü olur. Əgər məsələdə başqa bir izotopu varsa, o mütləq qeyd olunur. Deyirik ki, hidrogen təkcə yer qabığında deyil, kainatda da yayılıbdır. Hətta deyirik ki, kainatda ən çox yayılmış elementdir. Kainat dedikdə kosmos nəzərdə tutulur. Kosmosda ən çox yayılmış elementimiz hidrogendir. Yer kürəsində sərbəst halda yox, yalnız birləşmələr şəklində yayılır. Uşaqların hamısı elə bilir ki, havanın tərkibində hidrogen qazı var. Xeyr, havanın tərkibində hidrogen qazı yoxdur. O yalnız birləşmələr şəklində yayılıbdır hidrogen. 7-ci sinifdə KSG eləyəndə uşaqların hamısı yazır hidrogen qazı. Deyirəm, görəsən mən nə vaxtsa demişəmmi havanın tərkibində hidrogen qazı var. Deməli, deyirik ki, kainatda ən çox yayılmış elementdir. Təbiətdə sərbəst halda deyil, yalnız birləşmələr şəklində yayılmışdır. Misal üçün, suyun tərkibində, başqa bütün üzvü maddələrin tərkibində hamısında hidrogen var. Daha sonra təqribən günəşin, kainatda günəşin 50%-ni hidrogen təşkil edir, ulduzların tərkibini hidrogen təşkil edir və s. Gəlirik hidrogenin fiziki xassələrinə. Hidrogen rəngsiz, iysiz, suda həll olmayan, havadan təqribən 14,5 dəfə yüngül qazdır. Havanın nisbi molekul kütləsi təqribən 29-dur, hidrogen də 2-dir, böləndə 14,5 eləyir. Ona görə deyirik ki, havadan 14,5 dəfə yüngüldür. Sonra keçirik hidrogenin fiziki xassələrini dedikdən sonra hidrogenin alınma üsullarına. Hidrogenin sənayedə və laboratoriyada alınma üsullarını bir-birlərindən konkret fərqləndirməyi bacarmalısınız uşaqlar. Ki, düşür hidrogenin hansı sənayedə alınma üsuludur, hansı laboratoriyada alınma üsuludur. Ona görə əzbərə bilməliyik. İlk öncə deyirik ki, sənayedə suyun elektrolizindən alırıq. Nədən alırıq? Suyun elektrolizindən. Biz suyu elektroliz etdikdə hidrogen qazımız gedir katoda, oksigen qazımız isə gedir anoda. İkincisi, təbii qazın konversiyası ilə, yəni təbii qaz ilə karbon qazı, təbii qaz ilə, yəni CH4 ilə karbon qazının katalizator iştirakında reaksiyasından əmələ gəlir CO və hidrogen qazı ki, biz buna sintez qazı deyirik.
Üçüncüsü, deyirik ki, metanımızın su ilə reaksiyasında. Yenə buradan əmələ gəlir dəm qazı və hidrogen qazı. Bunu da sintez qazı deyirik. Dördüncüsü isə karbonun su buxarı ilə reaksiyasından. Buradan da əmələ gəlir dəm qazı, təqribən 1000 dərəcədə dəm qazı və hidrogen qazı. Buna isə deyirik su qazı. Bunların hər birini sənayedə alınma üsullarına aid edirik. Daha sonra isə sənayedə alınma üsullarından biri də metanın müxtəlif temperaturlarda parçalanmasıdır ki, biz bunu alkanlar dərsində də keçmişik. Misal üçün, CH4-ün 1000 dərəcədə parçalanmasından alınır karbon və hidrogen, CH4-ün 1500 dərəcədə parçalanmasından C2H2 və hidrogen qazı, CH4-ün 550 650 təqribən bu aralıq dərəcədə parçalanmasından alınır C2H4 və hidrogen qazı. Bunlardan əlavə olaraq bir üsulumuz da natrium xlorun, yəni xörək duzunun və yaxud da kalium xlorun suda məhlulunun elektrolizidir. Natrium xlorun suda məhlulunun elektrolizindən mən bilirəm ki, natrium özü getmir, hidrogeni yollayır, xlor özü gedir anoda və geriyə natrium OH qalır. Bu üsulda həm natrium OH ala bilərik, həm xloru ala bilərik, həm hidrogen qazını ala bilərik. Deməli, bizim sənayedə alınma üsullarımızın üstündən bir dəfə də konkret keçək. İlk öncə suyun elektrolizindən, metanın karbon qazı ilə konversiyasından, yəni reaksiyasından sintez qazı alınır. CO və hidrogen, metanın su ilə reaksiyasından yenə CO və hidrogen, karbonun su ilə reaksiyasından CO və hidrogen, su buxarı ilə daha doğrusu. Metanın müxtəlif dərəcədə parçalanmalarından natrium xlor və yaxud da kalium xlorun elektrolizidir. Bunlar bizim sənayedə alınma üsullarımızdır ki, əzbərə bilməlisiniz ki, sənayedə alınma üsullarımız hansıdır. Gəlirik laboratoriyada alınma üsullarımıza. Laboratoriyada alınma üsullarımız isə ilk öncə burada suyun elektrolizi aiddir ki, kimya laboratoriyalarında əsasən suyun elektrolizindən alırlar. Həm sənayedə suyun elektrolizindən alırlar, həm də laboratoriyada. İkinci, duru turşuların hidrogendən aktiv metallar ilə reaksiyasından. Misal üçün, natrium plus H xlor. Burada nə alınır? Natrium xlor və H2. Və yaxud da ferium üstəgöl H xlor. Nə bilim, istənilən bir turşu ola bilər ki, təbii ki, burada hidrogendən aktiv metallar olmalıdır. Turşulardan yalnız nitrat turşusunun həm durusu, həm qatısı, sulfat turşusunun isə yalnız qatısı heç vaxt hidrogen ayırmır. Bunu əzbərə bilməliyik. Amma digər turşularımız isə hidrogen ayırır. Hidrogendən aktiv metallarla, yəni misdir, civədir, gümüşdür, qızıldır, platindir, istənilən halda hidrogen ayıra bilmir. Amma bunlardan aktiv metallarımız isə hidrogeni ayırır. Turşulardan isə nitratın həm durusu, həm qatısı, sulfatın isə yalnız qatısı hidrogen ayıra bilmir. Bunları bildik. Sonra keçirik aktiv metalların su ilə reaksiyasından, aktiv metalların hidridlərinin su ilə reaksiyasından hidrogen qazı ayrılır ki, biz bunu əsaslarda da demişik. Misal üçün, deyirik ki, natriumun üzərinə su gəldikdə, mən bilirəm ki, buradan alınasıdır natrium OH və hidrogen qazı və yaxud da litiumun, kaliumun, kalsiumun, stronsiumun, bariumun üzərinə gəldikdə uyğun əsası və hidrogen qazı ayrılır. Orta aktiv metallarımızdan isə və yaxud da belə deyək, kalsium H2, yəni aktiv metalların, qələvi torpaq metallarının həm özlərinin, həm də hidridlərinin üzərinə su gəldikdə uyğun əsasımız və hidrogen qazımız ayrılır. Bunu əzbərə bilməliyik. Daha sonra keçirik davamına. Davamında deyirik ki, orta aktiv metallarımızın sinkin, quruğuşunun, dəmirin su ilə reaksiyasından adi şəraitdə yox, qızdırdıqda yalnız. Qızdırdıqda oksid və hidrogen qazı ayrılır. Bu da hidrogenin alınmasına aid edilə biləcək reaksiyalardır ki, laboratoriyada alınır. Hidridlərini də dedik. Bunlardan əlavə olaraq isə mən sizə indi burada 4 dənə reaksiya yazacağam. Əzbərə bilməlisiniz. İlk öncə bizim metallarımızdan amfoter metallarımız, yəni berilyumumuz, sinkimiz və alüminiumumuz.
Qeyri-metallarımızdan isə silisiumumuz qələvinin suda məhlulu ilə reaksiyaya girir. Yəni, misal üçün, berilyumun üzərinə natrium OH gəlirəm. Alınasıdır burdan natrium 2, berilyum O2 və hidrogen qazı. Sizə həmişə düşür ki, misal üçün, berilyumun 2 molundan nə qədər hidrogen qazı ayrılar? Sən bilməlisən ki, berilyum özü 2 valentlidir. Berilyum özü 2 valentlidirsə, artıq bu reaksiyanı yazmağa ehtiyac yoxdur. Deyirsən ki, 2-nin yarısı qədər ayrılır, yəni 1 mol. Əgər 1 mol berilyumdan 1 mol hidrogen qazı, yəni 22,4 litr hidrogen qazı ayrılırsa, mənə berilyumu 2 versə, X-imiz də olacaq 2 mol, yəni 44,8 litr. Reaksiyanı yazmadan bu cür hesablamalar aparmaq olar. Berilyum və sink 2 valentlidir deyə, burada berilyumun yerinə sink də qoya bilərsiniz. Alüminiumun natrium OH ilə reaksiyasından isə alınasıdır. Uşaqlar deyir ki, müəllimə, burada niyə suyu yazırıq? Burada suyu yazmağımız, onsuz da burada da su var. Amma burada ikisində yox, digərində yazmağımızın səbəbi odur ki, bu ikinci reaksiyada suyu yazmasam, reaksiyada əmsallaşdırmaq olmur. Suyu yazıram ki, əmsallaşdırım. Ki, onsuz da bu yuxarıdakı da natrium OH-ın suda məhluludur. Əslində orada da su var. Aydın oldu. Yəni sizin beyninizi o qarışdırmasın. Amma bu aşağıdakına suyu yazmayanda əmsallaşdıra bilməyəcəksiniz. Sonra deyirik ki, alüminium özü 3 valentlidir. Alüminium özü 3 valentlidirsə, deməli 1 molundan 1,5 mol hidrogen qazı ayrılır. 2 molundan da 3 mol. Silisiumundan da reaksiyasından silisium 4 valentlidir deyə 1 molundan 2 mol hidrogen qazı ayrılır. Bu reaksiyaları da əzbərə bilməlisiniz və bilməlisiniz ki, neçə molundan neçə litr hidrogen qazı ayrılır. Valentliyinin yarısı qədər. Hansılar reaksiyaya girir? Amfoter metallardan berilyum, sink, alüminium, qeyri-metallarımızdan isə yalnız silisium. Aydın oldu yəqin ki. Bunları da əzbəri öyrənirik. Deməli, bir dəfə də laboratoriyada alınma üsullarının üstündən keçirik əzbərə. İlk öncə suyun elektrolizi həm sənayeyə, həm laboratoriyaya aiddir. Duru turşuların nitratla, qatı sulfatdan başqa digər turşuların hidrogendən aktiv metallar ilə reaksiyasından ayrılır. İkincisi, aktiv metalların, yəni qələvi torpaq metalların litium, natrium, kalium, kalsium, stronsium, bariumun su ilə reaksiyasından qələvi və hidrogen qazı, həm də ki, hidridlərinin su ilə reaksiyasından qələvi və hidrogen qazı, orta aktivlərin, sinkin, qurğuşunun, dəmirin su ilə reaksiyasından qızdırıldıqda uyğun oksid və hidrogen qazı, bunlardan başqa isə berilyum, sink, alüminium və silisiumun qələvinin suda məhlulu ilə reaksiyasından hidrogen qazı ayrılır ki, bunlar bizim laboratoriyada alınma üsullarımızdır. Və nə etməliyik? Əzbərə bilməliyik. Alınma üsullarımız bitdi. Keçirik hidrogenin kimyəvi xassələrinə. Hidrogenin kimyəvi xassələrində ilk öncə bilməlisiniz ki, biz bunu oksidləşmə dərəcəsi dərsində də dediyimiz kimi, hidrogen, bir dəqiqə. Ona neylisən? Anladım. Ama keçirsən. Hə, yaxşı qızım. Deməli, bilməliyik ki, hidrogen metallarımız ilə -1, qeyri-metallarımız ilə isə müsbət bir oksidləşmə dərəcəsi göstərir. Amma qeyri-metallardan biz bilirik ki, silisium və bor ilə -1 olur. Əslində qeyri-metallar ilə müsbət 1 olurdu. Amma silisium və bor ilə silisium və bor -1 olmur, hidrogen -1 olur. Yəni misal üçün silisium H4-də hidrogen -1-dir. Bor H3-də hidrogen -1-dir. Sonra digər qeyri-metallar ilə isə müsbət 1-dir. İstənilən metal ilə isə -1-dir. Daha sonra deyirik ki, hidrogen oksigen ilə guruldayıcı qaz əmələ gətirir. Guruldayıcı qazın tərkibi 2:1 nisbətində olur. Yəni 2 mol hidrogen olanda 1 mol oksigen olmalıdır. 4 mol hidrogen olanda 2 mol oksigen olmalıdır. Həmişə nisbət 2-nin 1-ədir guruldayıcı qazda. Daha sonra deyirik ki, hidrogen
xlor ilə birləşmə reaksiyasına girir. Hidrogenin xlor ilə birləşmə reaksiyası işıq şüası altında gedir, işığın təsiri ilə gedir, sərbəst radikal mexanizmi ilə gedir. Yəni H2+ xlor 2 yadda saxlayın həmişə. Burada H yazıramsa, deməli bu nədir? Sərbəst radikal mexanizmidir. Daha sonra əgər işığımız olmazsa, qaranlıq otaqda yalnız temperatur versən bu reaksiya gedər. Temperatursuz getməz. Amma belə adi işığın təsiri ilə gedən reaksiyadır. Sonra deyirik ki, hidrogenimiz metallarımızdan yalnız qələvi və qələvi torpaq metallar və maqnezium ilə birbaşa qarşılıqlı təsirdə olur. Digər metallarımız ilə qarşılıqlı təsirdə olmur. Əlavə yarımqrup metallarımız ilə ümumiyyətlə əlavə yarımqrup metallarının hidrogenli birləşməsi yoxdur. Əsas yarımqrup metallardan isə hidrogen, berilyum və alüminium ilə reaksiyaya girmir, amma hidrogenli birləşmələri dolayı yolla alınır. Yəni siz bu birləşmələri görə bilərsiniz, amma bunlar hidrogen ilə reaksiyasından alınmır. Berilyumun üstünə H2 gəlsəm o reaksiya getmir. Alüminiumun üzərinə H2 geçsəm getmir. Amma sən berilyum H2, alüminium H3-ü dolayı yolla ala bilərsən. Amma heç vaxt dəmir H2, dəmir H3, nə bilim, əlavə yarımqrupdan xrom H2, xrom H3 görə bilməzsən. Çünki əlavə yarımqrupların ümumiyyətlə hidrogenli birləşməsi də yoxdur. Dedik ki, hidrogen metallardan qələvi torpaq metallar və maqnezium ilə reaksiyaya girir. Misal üçün, kalsiumun üzərinə hidrogen gəlirəm, temperaturda alınır kalsium H2. Temperaturda hidrogen aktivləşir və reaksiyaya daxil olur. Bu oldu bizim hidrogenimizin metallarımız ilə reaksiyası. Berilyum və alüminium ilə reaksiyaya girmir. Qeyri-metallarımızdan isə silisium və fosfordan başqa digər qeyri-metallarımız ilə qarşılıqlı təsirdə olur birbaşa özdə. Halogenlərdən hidrogen ilə adi şəraitdə, xlor ilə işığın təsirindən, brom və yod ilə isə qızdırıldıqda təsirdə olur. Yəni necə? Bayaq da qeyd elədiyim kimi. Hidrogenin üzərinə xlor 2 gələndə H radikal mexanizmi ilə, sərbəst radikal mexanizmi ilə, işığın təsiri ilə H xlor alınır. Amma hidrogenin flor ilə reaksiyası adi şəraitdə gedir, nəsə bir faktorum olmamalıdır. Olmasa da, yəni bu reaksiya gedir, H flor alınır. Amma H2-nin üzərinə brom 2 gələndə məcburam ki, qızdıram H bromu alam. Və yaxud da H2-nin üzərinə yodu gələndə məcburam ki, qızdıram H yodu alam. Digər qeyri-metallarımızdan karbon ilə CH4 mənə gətirir temperatur iştirakında. Kükürd ilə H2 isə mənə gətirir. Azot ilə biz bilirik ki, amoniak NH3 verir. Daha sonra bu oldu hidrogenimizin qeyri-metalları ilə reaksiyası. Qeyri-metallarla reaksiyasından başqa hidrogen özünü orta aktiv və pasiv metalların alınmasında istifadə olunur hidrogendən. Yəni metallurgiyada istifadə olunur. Misal üçün, dəmir CO4-ün dəmiri almaq istəyirəmsə, üzərinə hidrogen gəldikdə alıram dəmir, üstə gəlinsin su. Və yaxud da mis 2 oksiddən misi almaq istəyirəmsə, alıram mis və H2O. Və yaxud da Wolfram O3 də görəcəksiniz testlərdə. Hidrogeni gəlmək istəyirəmsə, Wolfram və su alırıq. Bu əvəz etmə reaksiyasıdır. Hidrogen misi Wolframu, dəmiri əvəz edir. Yəni hidrogen orta aktiv və pasiv metalların oksidləri ilə əvəz etmə reaksiyasına daxil olur. Onları sərbəst halda alırıq. Amma bizim aktiv metallarımız bu üsulla alına bilməz. Daha sonra bunları dedik. Hidrogen havadan yüngül olduğuna görə ağzı aşağı qabda toplanır. Hidrogenimiz indi üzvü kimya ilə əlaqələndirəndə bilirik ki, doymamış karbohidrogenlərdən doymuş karbohidrogenlərin alınmasında istifadə olunur. Misal üçün alkendir. 1 mol alkenimiz özünə 1 mol hidrogen qazı birləşdirərək alkana, yəni doymuş karbohidrogenə çevrilir. Maye yağlarımızın bərk yağlara çevrilməsində istifadə olunur. Metallurgiyada istifadə olunur. Yəni metalları oksidlərindən reduksiya edir. Bayaq dediyim misal, dəmir CO4-ün üzərinə hidrogen gəldikdə dəmir və hidrogen alınır ki, bu da hidrogen dəmiri reduksiya etdi deyirik. Daha sonra hidrogen halogeneid turşularının, yəni H xlorun, H florun,
H yodun alınmasında, amoniakın alınmasında, metil spirtinin alınmasında, maye yağların bərk yağlara çevrilməsində və s. istifadə olunur. Bir də biz bilirik ki, hidrogen mühərriklərdə ən təmiz, ekoloji cəhətdən təmiz yanacaq kimi istifadə olunur, amma hələ Azərbaycana gəlib çıxmayıb. Bunlar oldu hidrogenin xassələri.